Marketdən alıb hər gün yediyiniz bəzi qidaların kişilərdə cinsi həyatı məhv etdiyini bilirdinizmi? Bəli, yediyiniz bəzi qidalar eyni zamanda yanlış həyat tərzi vərdişləri bədəndə kişilik hormonu adlanan testosteronun aşağı düşməsinə, bu da özlüyündə halsızlıq, qarın bölgəsində piylənmə, cinsi istəksizlik, bəzən isə ereksiya problemi yaradır. İndi adlarını sadalayacağım qidaları tam qadağa kimi yox, ehtiyac siqnalı kimi qəbul edin. Diqqətiniz məndə olsun. Dəyərli izləyicilərimiz, bu cür videolarımızın davamının gəlməsini istəyirsinizsə, elə indi aşağıda yerləşən şərh bölümünə davam sözünü yazın. Bu bizə motivasiya verəcək. Birinci, həddindən artıq şəkər qəbuldur. Şirin qazlı içkilər, enerji içkiləri, paket şirələr, çoxlu şirniyyatlar və tərkibində şəkər olan hazır məhsullar bədəndə insulin yükünü artırır. Bu da zamanla artıq çəkiyə, qarın piylənməsinə və insulin müqavimətinə yol aça bilər. Qarın nahiyəsində toplanan piy isə testosteron balansına mənfi təsir edən ən vacib problemlərdən biridir. Kişilər üçün əlavə şəkərin gündə 36 qramdan, yəni təxminən 9 çay qaşığından çox olmaması tövsiyə edilir. Həddindən artıq duzlu qidalar. Bura aiddir kalbasa, sosiska, hisə verilmiş ətlər, cipslər, turşu və paketli duzlu qidalar. Bu məhsullar qan təzyiqi və damar sağlamlığı üçün risk yaradır. Ümumiyyətlə, ereksiya təkcə hormon məsələsi deyil, həm də damar məsələsidir. Damar sistemi zəifləyəndə cinsi funksiyada da problemlər görünə bilər. Dünya Səhiyyə Təşkilatı böyüklər üçün gündə 5 qramdan az duz tövsiyə edirlər. Yəni, çox duz təkcə təzyiqi yox, dolayısıyla cinsi sağlamlığa da zərbə vura bilər. Dördüncü, davamlı alkoqol istifadəsi. Burada ən çox adı çəkilən içki pivədir. Amma əsas problem təkcə pivə deyil, ümumən həddindən artıq alkoqol qəbuludur. Elmi araşdırmalar göstərir ki, çox və ya xroniki alkoqol istifadəsi kişilərdə testosteron istehsalına mənfi təsir edə bilər. Üstəlik qaraciyər, çəki, yuxu və sperma keyfiyyəti üzərində də əlavə zərər verir. Ona görə məsələni pivə kişini qadınlaşdırır kimi yox, çox alkoqol hormonal və cinsi sağlamlığa zərər verə bilər kimi demək daha doğrudur. 5. Az hərəkət. Bir çox kişi testosteronu düşürən qidanı axtarır, amma əsas düşmən çox vaxt boşqabın içində yox, həyat tərzinin özündədir. Çünki çəki artdıqca və xüsusən də qarın bölgəsində piylənmə çoxaldıqca testosteron azalır. Bəzi klinik mənbələrə görə piylənməsi və ikinci tip şəkərli diabeti olan kişilərdə aşağı testosteron daha çox rast gəlinir. Yəni, səhv qidalanma tək başına yox, çəki və metabolik pozuntu yaratdığı üçün təhlükəlidir. 6. Yuxu rejiminin doğru olmamasıdır. Bəli, bu qida deyil, amma məhz bu səbəbə görə bir çox kişi səhv istiqamətdə